Hello. Həftənin 6-cı gündür. Bugün gedirik Vasmoy bazarına. Nə bazarına? Vasmoy. 8-ci kilometr bazarına. Yaxşı. Gəldik biraz çərəz almağa. Mikrofonum buradadır. Bilmirəm, eşidilir səsim ya yox. Saçım da rəngində. Göyərti, tərəvəz, bütün bazarlığımızı elədik. İndi gedirik evə. Mən də son zamanlar biraz gəzirəm və bir marafon qaçmışam. Elə yoruluram. Bazardan gözəl belə təzə balaca kartoflardan almışam. Çox gözəldilər həqiqətən hamısı. Dəhşət bəyəndim. Çox vaxt bəyənmirəm. Niyə? Çünki ya çox böyük olurlar, ya da ki yaşıl olurlar. Yəni üstündən görünür ki, belə yaşıldır. Yaşıl kartofu da yemək olmaz. Ona görə bunu gördüm, aldım. Çox balacadılar, yaxşıdırlar. Yəni ölçüləri əladır. Hətta lap balacalar da var. İndi bunu təzə bir süngər götürdüm, ondan sildim. Niyə? Çünki qabığını bunu soymuram. Elə qabıqlı bişirirəm. Ona görə qəşəng bir süngərlə prosto şey elədim ki, bir də palçıq falan olar. İndi bunu bişirəcəm. Çox tatlı olacaq. Bu arada sizə gözəl bir resept verim. Ümumiyyətlə bu kartoşkaya mütləq ki şüyüt və şüyütün üstünə də biraz bir diş ya 2 diş sarımsaq eləyirsiniz. Tam kartoşka bişəndən sonra üstünə vurursunuz, tökürsünüz, yəni bu qarışımı şüyütlə sarımsağı biraz qarışdırırsınız, azca elə qazda. Qarışdırırsınız azca, sonra altını söndürürsünüz, olur möhtəşəm. Soğuyandan sonra vəbşə möhtəşəm olur. Çox sevirəm. Deməli biraz qızardı. İndi altını azaldacağım. Qazın altını. Biraz da qapağını qoyacağım ki, içi pişsin. Burada da artıq şüyütlə sarımsağı qarışdırmışam. Pişəndən sonra üstünə əlavə edəcəm. Sabahınız xeyir qızlar. Bugün səhər durandan nəsə heç nastroyeniyam yoxdur əslində. Amma iş səbəbini də düzün desəm bilmirəm. Nə bilim, yəqin hormonlardır. Prosto. Belə biraz əsəbi kimiyəm. Biraz çölə çıxmaq istəyirəm, gəzmək istəyirəm biraz. Bir dənə Çin restoranı var, nəsə ora getmək istəyirəm. İndi Murad biraz mətbəx yığışdırır. Hə? Burada. Bunu nə bilim, hansısa bir şkafın içinə də qoyaq da. Çünki Qoy da. çox az istifadə olunur. Bir dənə bunu götürəcəm bunun içindən. Çox az istifadə olunur və yerdə tutur, tavalara hər dəfə götürüb qoymağa yer olmur. Şimdi günlərim Murad biraz mətbəxi səlqəyə salsın. Böyle çox bir şey yox idi. Prosto qabları falan qoymaq lazım idi ki, yuyulsun. Qabı yana qoymaq lazım idi. Prosto bizim mətbəximiz balacadır. Bəzən qablara yer həqiqətən çatdırmırıq. Düz deyir, əslində onları elə tez-tez istifadə eləmirəm. Elə başqa yer tapsaq daha yaxşıdır. Neyse. Birazdan geçsək çəkəcəm oranı sizin üçün, o restoranı. O kadar acam ki qaça-qaça çıxdım yuxarı. Tez bir dənə kola sifariş elədim ki, biraz şəkər getsin. Yoxsa ürəyim bulanır. Ürəyim çox bulanmasın deyə birinci kola içdim.
Sifarişimizi eləmişik, indi gözləyirik. İki nəfərə o qədər yemək demişik ki, şokdadılar. Biz həmişə belə Aziya restoranlarına gələndə çox şeyin dadına baxmaq istəyirik deyə neçə dənə şey deyirik. Amma dedim, eybi yoxdur, uzağı özümüzlə apararıq. Take-away eləmək olur. İndi ona görə də nə yeyə bilsək yeyəcəyik, yeyə bilmədiklərimizi də özümüzlə evə aparacağıq. Bu ağıllı oğlan. Deyəcəm. Bax, buraya yemək tökülüb. Oradan yeməyə çalışır. Elə bir ki, qabağında bu boyda yemək yoxdur. Sonra da 2 gündən bir xəstələnir, qrip olur. Şikayət. Bu da bizim 3-cü yeməyimizdir. Bu dəniz məhsullarıdır. Bu ət. Çox da bəyənmədik. Bu da ki, adi mal ətidir. Bu da tərəvəzlə. Bu çox dadlıydı. Mütləq gəlsiniz bundan, yəni sifariş edin. Deməli soyuq oldu. Üşüdüm. Külək qulaqlarımı üşütdü. Biz papaqsız gəzməyə öyrəşməmişik heç. Yəni bu hava əslində papaq havası deyil. Amma mən bu qədər papaqsız, yəni papaq deyəndə balıqlava taxıram normalda. Balıqlama. Amma yəni o da papaq kimi qoruyur da. Через park gedirik Targovaya. Aktivite. Rahat başımı qoymuşam ki evə gedən kimi çimmək lazımdır. Onlara girmək lazım. Oo, elə eləmə. Ay, çalxalandım. Güm elədi. Burada bizə nətər hiss olunur o. Любой vibrasiya verir, burada zəlzələ kimi hiss olunur. Neyse, indi Muradın uçuracaq. Gözdə. Yaxşıdır. Muradın cibindən belə bir şey tapdıq. Bu əslində boyun üçündür belə. Mən sadəcə belə qulağım üşüməsin deyə başıma taxmışam belə papaq kimi. Papaq qismində. Məsələn, gəlmişəm Arzuma. Burada doktor Altea'nın o 345 olan kremi endirmə düşübdür. Məndə də kakraz bitir. Gəlmişəm onu götürüm. Prosta tərkibi dəyişib. İndi baxıram görüm tərkibindəki bir şeylər mənə uyğundurmu? Yəni o dəyişikliklər ya yox. Bu amma şokoladlı. Gəldik entreyə. Biraz çay içək. Çin yeməkləri o qədər ədviyyatlı idi ki, yanırıq şundan. Murad, mən çıxım da. Çıxım. Çıxım yer götürüm. Burada dəhşət istidir hapsida. Amma entreni sevirəm. Bu görürsünüz nədir? Boyuna taxmaq üçündür. Mən prosta belə bunu bu tərəfini belə çevirib başıma taxıb. Çox sağ ol. Hava gəlsin.
çərəzlərimi qurutdum, yudum, yəni qurutdum, biraz belə tökdüm özümə. Yedim. İndi də belə bir bol hazırlamışam özümə. Tərkibi yulafdır. Ondan sonra chia toxumudur, süddür, laktozasız süddür. Çünki mən laktozalı içə bilmirəm, yeyə bilmirəm və bir dənə kivi doğrayıb tökmüşəm. Biraz da bal tökmüşəm. Əslində keçən dəfə podruqamın videosuna baxırdım. Onun da YouTube kanalı var. Almaniyada yaşayır. Bu arada baxmaq istəyirsinizsə onun da videosunu, onun da səhifəsini haralarsa buralara təq eləyərəm. Deməli, yadıma düşdü ki, məndə də yulaf var evdə, hansını ki heç istifadə eləmirəm. Üstəlik mənə çox lazımdır. Həm yulaf, həm nə bilim chia toxumu falan. Çünki bilirsiniz ki, hamiləlikdə ən böyük problem qəbzlik problemidir. Və bu qəbzlik problemini də aradan qaldırmaq üçün əslində bir metod tapmışam. Həkim mənə dərman yazmışdı. O dərman mənə düşmədi. Çox pis hiss elədim o dərmandan sonra. Ona görə də düşündüm ki, elə ən yaxşısı qida ilə bunu düzəltməkdir. Ona görə də kivi yeyirəm hər gün və qabıqlı kivi yeyirəm. Bu arada qabıqlı kivi yeyə bilmirsinizsə, doğrayıb blenderə tökə bilərsiniz. Azca su tökə bilərsiniz ki, qarışa bilsin və elə içə bilərsiniz smuzi kimi. Amma mən yeyə bilirəm deyə mənə bir problem törətmir. Yəni yeyə bilməyə də mən də smuzi eləyirəm. İndi bu günlərim bu qarışımı günortada əslində axşama yaxında indi yeyirəm. Niyə? Çünki test eləmək istəyirəm, baxmaq istəyirəm, görüm yulafı yeyə biləcəmmi? Çünki neçə vaxt yemirəm heç nə, elə bir şeylər. Baxım görüm dadlı olsa, axşamdan qoyacağam. Xaladenikdə sabaha qədər belə hazırlayacağam ki, səhərlər yeyə bilim. Resept dadına baxaq görək necədir. Hazırladığım yulafı yedim. Çox xoşuma gəldi. Həqiqətən çox xoşuma gəldi. Çox dadlı idi. Özdə kivi ilə dəhşət belə, yəni uyğun gəlirdi. Çox bəyəndim. İndi də biraz da bəzəndim çünki gedirəm bacımgilə. Mama da ordadır. Axşam da oğlanlar, bacanaqlar falan görüşürlər özləri. Elə o tərəflərdə. Mən də fikirləşdim, mən də axşam tək qalmayım, elə gedim bacımgilə. Nəysə belə, əynimi geyinim çıxıram. Qızlar, belə adi tişörtlə sportivni şalvarımı geyindim. Bu sportivni şalvarı Qəbələdən almışdım. 7 manata. Çox rahatdır, çox yaxşıdır. Onsuz da bacımgilə gedirəm, evə gedirəm. Yəni ona görə də belə geyindim. Üstəlik bu çantamı götürürəm özümdən. Həm balacadır. Amma buna baxmayaraq hər şey sığışır içinə. Bu arada qızlar, idmanımı eləməmişəm. Üçüncü gündür ki, trenerim mənə idman yazıbdı, amma mən hələ ki postpon eləyirəm. Niyə? Çünki dünən yox, sırağa günü özümü həqiqətən çox pis hiss eləyirdim. Dərmanımı içmədim, ürək plama dərmanını içmədim. Fikirləşdim ki, indi daha yaxşıyam. Yəni ehtiyac yoxdur tipa içməyə, amma özümü çox pis hiss elədim. Çox ürəyim bulandı, qaytardım hətta. Və qərara gəldim ki, yenə də hələ ki içməyə davam eləyim. Yəni 20-ci həftələrdə təzədən baxaram, kəsməyə çalışaram. Dünənlərimdə köməkçim gəlmişdi, evləri falan yığışdırırdı, eləyirdi. Evlərim çox təmizdir. Amma dünənlərimdə biraz tənbəlliyimdən eləmədim. Bugün də bacımgilə gedirəm. Yəni üçüncü gündür desəm ki, mən idmanımı eləməmişəm. Bilmirəm mənim başıma nə gələcək. Nəysə. Allah Allah deyib gedirəm. Trenerim biraz şeydir, ondan bağlı. Çox belə strikt adamdır. Nəysə. Mən də elə bax pəncərəmdə açıb yapıram. Yerine pul getirəmsin. Pol fabrikatlarımız gəldi. Bu günlərim elə bacımgildən qayıtdım. Yazdım ki, mən evdəyim, göndərim pol fabrikatları. Bu arada son zamanlar pol fabrikatlar əlimdən çox tutur. Ən əsasda hamilə olandan sonra dəhşət. Demək olar ki, 2 ildir ki, pol fabrikatlar falan sifariş eləyənəm evə. Başqa şirkətlə sifariş eləyirdim, amma onlar bir müddətdən sonra gördüm ki, ətləri falan çox da yaxşı deyil. Biraz pisləşdi. Niyə? Çünki onlar belə kütləvi satışa keçdilər və hazırlayıb qoyurdular. Gördüm ki, heç bəyənmirəm onların yeməklərini. Ona görə başqasına keçdim. Başqasını da bəyənmədim. Çünki çox duzsuz, dadsız bir şeylər eləyirdi. Və ən axırıncı bu səhvə ilə elə bir ki, sifariş eləyirəm.
Çox dadlıdır, inanılmaz, yəni çox ləzzətlidir. Həm də menyuları da çox genişdir. Məsələn, sifariş eləyirik, əgər evdə heç nə bişməsə belə, yəni 3 həftə biz belə yox, belə idarə eləyirik. Yəni çox yaxşıdır, supları belə var, hər şeyləri var. Hamiləlik dövründə çox əlimdən tutdu. Niyə? Çünki heç nə bişirə bilmirdim. Yəni əvvəl polfabrikatlarım ümumi olurdu xaladenikdə. Məsələn, gün ərzində normalda, yəni özümü yaxşı hiss edirdim deyə yeməklərimi falan özüm bişirirdim, amma arada olurdu ki, məsələn, vaxtım olmurdu və yaxud istəmirdim, fikirləşirdim ki, evdə onsuz da polfabrikatım var. Orada məsələn nələrsə eləyirdim. Amma hamilə qalandan sonra o ki, yəni heç nə halım olmadı bişirməyə, eləməyə. Ondan sonra keçdim sırf polfabrikatlar bişirməyə. Amma polfabrikat dediyimdə, yəni hamısı polfabrikat deyil. Yəni hazır yeməklər də alıram. Bəzən hansılarsa marasilkaya falan qoyuram. Yəni çox yaxşıdır, çox sərf eləyir və çox da dadlıdır. İndi sizə göstərəcəm nələr sifariş eləmişəm bu dəfə. Bunu hədiyyə göndəriblər. Mən dadına baxmaq üçün biraz pirajki falan demişdim. Amma biraz çox göndəriblər, həm də hədiyyə göndəriblər. Bunun pulunu məndən almayıblar, sağ olsunlar. Yəni dəhşət, hər dəfə nəsə qoyurlar əlavə. Buradan elə gözəl iylər gəlir ki. Ay Allah, necə gözəl iy gəlir bundan. Rukola kabaçok salatıdır bu. Çox gözəl iy gəlir. Ümumiyyətlə son zamanlar bilirsiniz ki, göyərti falan çox yeyirəm, siyir salat çox yeyirəm. Elə istədim ki, evdə sveç salatım olsun. Ən azından bu nə qədər gedəcək, yəni bir neçə gün rahat-rahat belə salat, hər yeməyimin yanına salat qoya biləcəm. Bax, nə gözəl iy gəlir bundan. Nə edir rukolanı? Bilmirəm, amma dəhşətsizim də. Məncə sousdur nəsə. Bilmirəm, hə, super iy gəlir. Ponçikdir, amma o ponçikin pudrası yoxdur. Tvarobdur. Tvarobdur. Kəsminlə. Wow, bu nədir belə? Bu qazan kebabı olmalıdır. Pəh. Uf, dəhşətsiz. Badımcan ruletləri. Bundan da çox sifariş eləmişəm. Bunu da marasilkaya qoyacağım. Aziyatski düyü sifariş eləmişəm. Aziya üslubunda düyü. Bunu bu həftə yemək üçün demişəm. Bu bir neçə günə. Bunlar gördüyünüz kimi polfabrikat kimi deyil. Yəni bunlar hazır yeməklərdir. Amma siz təbii ki, bunları marasilkaya qoya bilirsiniz ki, daha sonra çıxardıb marasilkadan sadəcə donunu açıb yeyə biləsiniz. Bu dəfə biraz çox şey demişəm əslində. Donmamış olanlardan çox şey demişəm. Bunlar da uje polfabrikatlardır. Blinçiklərdir belə. Ət kotletidir, badımcanlı ət kotleti. Çox maraqlı gəldi mənə, ona görə bu dəfə belə dedim, qarışıq bir kotlet dedim. Bu kələm dolmasıdır. Bu da kəsmikli blinçikdir. Bu göbələk supudur. Bu da toyuq supudur. Qəşəng qoyursan qabağa. Altını yandırırsan, qəşəng özü əriyir. Pişmiş haldadır. Heç nəyə pişirməyə ehtiyac yoxdur. Bunların indi hamısını marasilkaya düzəcəm. Yadıma düşdü ki, bir dənə leço demişdim. Leçonu çox sevirəm. Bu leçodur çox güman ki. Düzdür. Bir də badımcan ifrası qoyublar. Bu da hədiyyədir. Sağ olsunlar. Hər dəfə hədiyyə nəsə göndərirlər. Hər dəfə. Təşəkkür edirəm. Kimsə də bilmək istəsə, belə adını yazacağım. Belə deməyəcəm haradır. Gözlədiyimdən daha istiyotludur. Aziyatski ris, hə. Amma dadlıdır. Dadına söz ola bilməz əlbəttə ki. Dadlıdır. Amma biraz istiyotludur. Üstünüzə sağ, elə başım ağrıyır ki. Bu hamiləlikdə baş ağrısı nə məsələ şeydirsə bilmirəm. Kimdən soruşuram? Kimə deyirəm, deyir, hə, hamiləlikdə baş ağrısı olur. Bir dənə maqnezium gətir. Çox pis başım ağrıyır bəzən. Yəni heç başım ağrıyan deyil, mənim çox ayda ildə bir dəfə başım ağrıyandı. Hamiləlikdə tez-tez ağrıyır, fikir verirəm.
Yəni bir neçə gündən bir baş ağrısı başlayır məndə. Salahı var görmüşdüm. Bir tane salahı tər. Bax bu eləyir.